Bayır şəhər. Bayır şəhər Şirvanşahla salınır. Şirvanşah bəyəm oradan gələndə bir dənə çamadanı götürüb gəlmişdi, avtobus indirib gəlmişdi. Şirvanşah bütün qoşunu ilə, xəzinəsi ilə, bütün adamları ilə, hər şeyi ilə köçüb bura. Saray əyanları ilə, sarayda xidmət edənləri ilə. Mən onu gedirəm. Biz əslən saraylıyıq. Şirvanşahın sarayından gəlmiş adamlar. Bizim babalarımız kənd görməyiblər. Nə orada, nə burada. O saray kəndinə də kimlər köçüb? Bura köçəndən sonra torpaq istəyən saray əhlindən. Ki, əkim kiçinlə mən istəyirəm, o torpaqda saray kəndi buradan sonra mənə gəlir. Bura Şirvanşah nə qədər adamdan gəlir, təsəvvür edin. Ən azı 3000 adamdan. Şirvanşah ancaq şah idi da, İçəri şəhərdə onunki idi. Deyə bilərdi ki, İçəri şəhərdə çıxın bayrağı, necə indi deyirlər. Üzr istəyirəm. Çıxın bayrağı, mən öz ayanlarımı, öz cəmatımı yerləşdirdim. Eləyə bilərdi də, şahdır da. Amma gör nə qədər ədalətli şahdır ki, ən yüksək yerində 1 hektar küsü o, 21 hektardır İçəri şəhər. 1 hektar yeri götürüb, özü üçün sarayı qurub, 1 hektar təpənin üstündə. Amma öz cəmatını gözünün qabağında yerləşdirib. Burada Vizvarni, əgər ortadakı 15-ci əsrə qayıdaq, Şirvanşahın qayıdışına. Əgər oradakı tikirlər olmasa arada, Şirvanşah birinci səhər duran kimi bu ərazini gör. Öz saray əhlini. Zərgər falan haradan əmələ gəlib adı. Çünki bütün onun xəzinədarları ən yaxın, yəni İçəri şəhər ən yaxın məsafə zərgər falandır. O vaxtı yerləşdirilib. Ondan sonra da o formalaşıb zərgər falan olur. Yəni bu ərazilərdə ordu başçıları, ordu ailələri, bütün onun xidmətçiləri, bu ərazi, yəni Bayır şəhər 15-ci əsrdə Şirvanşahla belə əmələ gəlir. Buranın inzibatı adını əgər istəyirsiniz, bərpa edirsiniz, daha Sovetski yox. Sovet dağıldı da, çökündən bundan da. Düzdür, xalq arasında bunun Sovetski kimi tanıyırlar. Amma indi onun real adını, tarixi adını qaytarır və ona münasibəti, tarixi münasibəti qaytarmaq lazımdır. Bayır şəhərə söküm dağırdın, bu naxır yeri döyüb. Üzr istəyirəm. Sən naxır yerini traktor ağzına ala bilərsən, sürə bilərsən. Bura naxır yeridir. Bura tarixi ərazidir və bu tarixi əraziyə də tarixi münasibət lazımdır. Bərpa eləmək istəyirsən, çox gözəl. Biz bəyənirik prezidentimizin verdiyi sərəncamı. İstəyəmir cəmaatındır içində yaşasın. Bərpanın da İçəri şəhər yalnızca gəlir, sökülürdü. Mərhum prezident qabağını aldı. Cəmaat qalxdı, şikayət elədi, diyandırdı. Əgər indi o vaxtında qabağının prezident tərəfindən alınmasaydı, sökülsəydi, o xanımımız UNESCO-da necə onu boş yeri ərazini qəbul etdirəcəkdi tarih. İçəri şəhər bilirsiniz də xanımımız tərəfindən qaldırıldı məsələsi birinci xanım tərəfindən. Allah can sağlığı versin. Oranı, o formada, yəni qorudular deyən, indi onun adını bütün dünyaya cədliyirlər. O vaxt dedilər ki, bu Sovetskiyi tezliyini söküləcək. Gör, ha vaxtdan danışıraq. Atamın 85 yaşı vardı, rəhməti getdi, Sovet sökülməmişdi. Mən burada yaşı dolmuşam, bu cavan bunun kimi cavan olanda Lemberanski vardı, Aliş Lemberanski. Yaşlı adamların yanında vardı. Çıxdı televizorda, Mergor dedi onda, onda Bakı Sovet deyirlər, Bakı Sovetin sədri. Çıxdı televizorda, dedi ki, bu Sovet bu yaxında söküləcək. Sökülmədi. Heydər Əliyev gəldi, Nəriman deməli heykəlinin açılışına. Dedi, bu cəmaatın biz biri nə vəziyyətdə yaşayırlar, şəraitləri çox ağırdır, çətindir. Biz istəyirik ki, bu cəmaatı buradan köçürdüb evlər verək, şığlı qəşəng evlər verək. Əfsuslar ki, onun vaxtında sökülmədi. Nə üçün? Onun vaxtında sökülsəydi, bu tər məmur öz başınalığı olmazdı. Ondan qorxurdular, çəkinirdilər. Necə oldu, bax, yuxarıda bazar var idi, yadındadır, Şors bazarı. Cavanlar bunları görürlər, bilmirlər. Oranın ətrafı söküləndə nə oldu? Hamısını ev verdilər. Yadındadır, evsiz biri qalmadı ki. Staroy Xriptovoda evlər söküldü. Yadındadır, Heydər Əliyevin vaxtı idi. 5000-dən adam başı verdilər, 60 kvadratdan da az olana ev verdilər. İstəyinə. Evlər də verdilər necə ya? Sənin 60 kvadratın var, verib ona 3 otaq, 150 kvadrat. 60 kvadratın sənin imkanı yox. Nə üçün indi təqdim olunurlar, hara getdi bunlar? Bu həmin ölkədir, ya bizim kaşalkamız, burutumuz işləmir. Ya da ki, qabaqçı ölkələrin siyasətində döyürük biz. Nə oldu bunlar dəyişdi hamısı? Bizi buradan deportasiya edirlər. Sözün əsl mənasında. Demişik,
icra strukturları bunu bütün rəhbərliyə çatdırılmalıdır, necə lazımdır və bütün məsələ yenidən baxılmalıdır. Yenidən baxılmalıdır. Qayda, qanunla və oradakı ifadələrin tam insanların yağ kimi bədənənə yayılması ilə, yağ kimi cırnarmamaq üçün köçürülmə adı çox ağır addır. Bunu bütün dillərə çörgünə deportasiya deməkdir. Köçürülmənin başlanğıcı var və sonu var. Hara köçürülür? Bəlli deyil. Və nə üçün köçürülür? Bəlli deyil. Əlbəttə təyin olunmalıdır. Nə üçün köçürülür və hara köçürülür? Dəqiq. İnsanlar bilməlidir ki, evindən çıxıb hara gedir. Yol çəkmə yoxdur, idarəsi yoxdur. Azər Yol Servis adlanır. Cavid Qurbanov. Olan idarəsində də olmuşam. Faiq müəllimin yanında oranın deməli şöbə müdürüdür. Əsas iş görənlərdən biridir. Deyir, bizim nümayəndələrimiz ölçür. Bunların nümayəndələri ölçürsə, biz ona deməkdir, bu dövlətin deməli tələb olunan torpağıdır. Dövlət bunu istəyir bu torpağı, bizdən almaq istəyir. Demir, havaya verir, almaq istəyir. Ne üçün burada pes prezidentin 20% verilmir? Azər Yol Servisə gelmişəm mən. Mən ona tutulmuşam ki, bu necə olmalıdır? Qurban sənin, mənim sözüm budur. Basini bunu çağırtdılar, təpiklərlər çağırtdılar, özün bilirsən də. Nə bilim, başqa ülkələr birliyi yox idi. Necə istədilər, hələ edədilər. Bax, aşağıdan Permoyskadan aşağı hissələri. Köçürdüblər, o internetə baxıram. Yazıq qadın cır başını tökür, nələr oxuyur. Daha bunlara nələr demir. Buradan girdi, oradan çıxdı. Bu məmurlar, xırda məmurlardır, icra hakimiyyətində deyir. Bunlara göstəriş verir, belə elə. Və salam, oca səni pişim-pişimlə sakit eləməklə bunu səni yola salmaq istəyir. Qanunu bir bunlar tətbiq edirlər ki, bura sökülsün. Bu icra hakimiyyətinin işi deyil ki. Bu məsələlərin hamısını birbaşa prezidentə bir özümüz çatdırır. Əgər çatdırmayacaqlarsa, başqa yönə yönəldəcəklərsə, buranın adını qoyacaqlar, xuliqan, nəşəxor, quşlar, o keçməyəcək. O zamanıdır. O ona vaxt keçirdi, sənin o cibində olan mətbuat var idi, o mətbuat sən nə deyirdin, onu da çatdırdı bildi. İndi çox şükür ki, o cadlar var, interneti var, uğursu var. Mən ona baxdım, gördüm. Rusiya kanallarına da nə danışmışıq, hamısını veriblər. Biz qanunu tələblərini gördüm ki, bunu... Allah'a deyən çıxışı mən baxdım saytına. Çox gözəl çəkişlər, danışıq da ayrılıyıq, danışıqlarımız. Bax, bu cəmaatın deməli, gücü də var, hünəri də var, öz hüquqlarını müdafiə eləsinlər. Bu cəmaat, bax, məhəllə komitələri yaradırıq. Bəli. Yaradırıq. Hər məhəllədən qaçın minlərlə insan qalxar. Görün, orada burada məhəllələr var. Lazım olsa 100 mindən cəmaatı biz öz hüquqlarını müdafiə eləməyə çalışacağıq. Cəmaat da çıxacaq. Bax, gördün çıxdılar, hələm bu təşkilatdan olmamışdı ya. Hələm bunu cəmaata heç kəs çağırmamışdı, deməmişdi. Eşitmişlər, oradan buradan ki, belə bir şey olacaq, amma indi təşkilat var. Məhəllə təşkilatlar olacaq. Çoxsun xəbəri yoxdur, inanmır. İndi olacaq. Belə olacaq. Olacaq. Biz qoymalıyıq ki, prezidentin adını məmurlar batusuna leşək. Bax, bizim məqsədimiz budur. Özümüzü müdafiə edirik, prezidentimizi müdafiə edirik. Çox doğru. Hamısı prezident deyil, prezident belə, prezident bilmir, prezidentin xəbəri yoxdur, prezident yoxdur. Nə şunun adını verir? Əvvəla gəlin dediklər. Biz tələbimizi qanuni çərçivədə eləmişik, qanuni çərçivədə. Qanuni formada dediyin kimi. Sən dediyin hamısı qanunlarda var, düz deyin. Qanuni formada yanaşsınlar. Əgər yanaşmayacaqlarsa, biz xalqın etirazına artıq cavabdehliyi daşımayacaq. Xalq necə etiraz edəcək, formada edəcək, onda dialoqa baxın. Yəni, sənin mənim ağsaqqal kimi sözüm sayılmadısa, biz nə üçün çıxmışdıq ora? Ki, o etiraz sakitliklə deyilsin, eşidilsin. Biz dedik sakitliklə. Sağ olsun, Bağdaşay Milsə də bir də bir qarşılığına yaranmadı. Yəni, yerli hakimiyyət onu sağ olsunlar. Qəbul edilər və sağ olsunlar da ağsaqqala baxmasınlar. Amma əgər bəlkə üzü yuxarı qulaq açmayacaqsa, oldu, nə sən var, nə mən o icra. Qurban, miting başlayanda sənin mənli, nə dedik cavanlara? Bir dənə səsi çıxmır, bir dənə şunu sağlayır, bir dənə şunu sağlayır. Mən inanmazdım ki,
indiki zamanında gənclər bizə belə qulaq assınlar. Yox, sən nə düşünürsən də? Doğrudan. Bizim hörmətimiz. Halal olsun, doğrudan. Çox səbirlə, təmkinlə qulaq assınlar. Dinlədilər. Yəni, ağsaqqal hörməti itməyib burada. Əgər o hörmət itməyibsə, ondan gərək məmurlar istifadə eləsinlər. Həm dövlətin xeyrinə, həm xalqın xeyrinə. Ondan istifadə eləmək lazımdır. Yoxsa ki, sən də mənə bağışla, dedəm mənə kör deyir, gəlib gedəni vur deyir. Elə ona şey olmaz ki. Bunun axırı pis olar. Onlar da dedilər, orada görüşdə dedilər ki, biz ehtiyat bilirdik ki, Kiyev hadisələrinə çevrələr buna. Vurma. Axı, ehtiyacı olan adamı sən nə üçün dırnadırsan? 10.000 ev sökülür. Bunun 5.000'i alıcı az pulu, gedib alıcı kirayələrdir, torpaq alınacaq, ev alınacaq, hamısını xərcləyəcək. Qalanı da xərcləyəcək kirayəyə. Bu, qalan o ki, 55.000 ev var ha, bunlar küçələrə atıldı, bu nə olacaq? Bu sosial partlayışdır, 5.000 buradan, 3.000 ev oradan, nə bilir, 2.000, bu bilirsən nə olar? 100.000'lərlə cəmaat deməli qalar eşsiz eşsiz. Bunlar bunu başa düşmürlər, dərk eləmək istəmirlər. Gərək başa salar. Başa düşdün? Kimsə burada əlgən dedim, kimsə burada əl qızdırır, qazanc götürməyə niyyəti varsa, o yeri göstərir. 20 ildir, halallıq verilməyib, heç bir qazancı yoxdur. Həmin adamlar ki, buradan qazanc istəyirlər, küfəncün olarlar. Allah buranı elə qoruyur ki, səndən məndən də güclü. Niyə görə? Bu şəhid mən, üzr istəyirəm, qoy sözümü deyim. Bura şəhid torbağı, şəhid torbağı deyək ki, olur. 18-ci ildə, erməni qoşunla girə bilməyib bura. 2 gün bizim babalarımız buranı Mauzerlə, Beşasalanla qoruyublar. 2 gün. Bu şəhid torbağıdır. Buranın köçürülmə adı artıq erməniləri söndürüb. Siz bir dənə açın, erməni saytlarına başarmadınız. Biz başarmadığımızı halal olsun. O sərəncamı, köçürülmə sərəncamını verən adamlar. Bilsən necə sevinirlər? Toy bayramdır. Açsınlar, baxsınlar. Bir, kəndə mən başlarını kola soxmasınlar. Beyinləri qızışıb, nəfslərinə qulluq edirlər. Nəfsi unutsunlar, ağılların, beyinlərin, qulaqların, gözlərini açsınlar, baxsınlar.